Əməkdar artist Lalə Məmmədova Təxminə və Zaur filmi ilə bağlı açıqlaması ilə gündəmə gəlib. Publika Az Axşam Aza istinadla xəbər verir ki, müğənni Sevinclə Danış proqramında Zaur obrazını tənqid edib. Təxminənin həyatında məna Zaurun sevgisi olur. Televiziyada işə düzəlir, amma onu ayaqda saxlayan sevgi olur. Zaur bizim ata-ana uşağı dediyimiz, həyatda daşı daş üstünə qoymayan, heç bir çətinlik görməyən, hər şeyin hazır qarşısına gəldiyi kişi cinsidir. Zaur Təxminənin sayəsində sevgi ilə tanış olur. Düşünür ki, cəmiyyətdə qəbul edilməyən qadının sevgisi budursa, görün qarşıda məni nə gözləyir. Ömrünün sonuna qədər Təxminənin sevgisi ona yara olur. Övladımızın əziyyət çəkməsini istəmirik. Atam deyirdi ki, biz lampa işığında oxuyub bir yerə çıxmışıq. Zaurun da valideynləri müharibə dövrünü yaşamış adamlar idi. İstəmirdilər ki, övladları əziyyət çəksin. Tək övlad idi və ona hər şey hazır gəlirdi. Mənim üçün Zaur əzik obrazdır. Qadının sevgisinin bünövrəsində güvən durur. Qadın kişiyə güvənməsə, o münasibət alınmaz. Təxminə sevgisini güvənsiz və əzik bir yerə vermişdi. Bir maşına satıldı. Onun aldığı cavab da bu oldu. Atıldı. Qəbul etdirə bilərdi. Qeyd edək ki, ekran işində Zaur obrazını xalq artisti Fəxrəddin Manafov, Təxminəni isə aktrisa Meral Konrad canlandırıb.